Azərbaycan beynəlxalq səylərini uğurla həyata keçirərək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini və diplomatik təmsilçilik şəbəkəsini genişləndirib. Beynəlxalq müstəvidə mövqeyini gücləndirib. Şanlı zəfərimizin, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpasının 5 illiyinin qeyd olunduğu 2025-ci ildə bölgəmizdə yeni geosiyasi reallıqlara uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm irəliləyişlər əldə olunub, dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atılıb. 2025-ci il ərzində daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq, yeni istiqamət olan vasitəçilik səyləri, Azərbaycanın təşkilatçılığı və sədrliyi ilə keçirilən mötəbər beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edib.